Bismillahirrahmanirrahim. La havle ve la kuvvete illa billah el-aliyyil azim. Allahın selam ve selavatı, rəhməti və bərəkətləri sənin üzərində olsun. Ey İmam Əliyin Nəqi Əl-Hadi, başda zamanın sonuncu hüccəti İmam Məhdi Əccəlallahu Teala fərəcəhu şərif olmaqla yanaşı, bütün İslam dünyamıza 10-cu məsum İmam Hadi əleyhisselamın şəhadəti ilə əlaqədar dərin hüzün, başsağlığı bildiririk. Peyğəmbər Əhl-i Beytinin digər nümayəndələri kimi İmam Hadi əleyhisselam da öz dövrünün zalim Əbbasilər hökumətinin tərəfindən zəhərlənərək ömrünün 41-ci ilində şəhid edilmişdi. Əhl-i Beyt əleyhimussalamın həyatına baxışda diqqət çəkən əsas nöqtələrdən biri də onların daim öz dövrlərində tüğyankar zalimlarla apardıqları mübarizə metodlarıdır. Bəzi vaxtlar Əhl-i Beytin həyatı topluma məlum səbəblərdən yalnız subyektiv cəhətdən, yəni şəxsi baxış və hisslərə əsaslanaraq tanıtdırılır. Bu metodun davamlı olması bir cəhətdən cəmiyyətin süsləşməsinə səbəb olan amillərdəndir. Hansı ki, Əhl-i Beytin topluma obyektiv cəhətdən tanıtdırılması vacibdir və lazımdır. Yəni, faktlara, tarixi mənbələrə və ümumi qəbul olunmuş məlumatlara əsaslanaraq fərdi yanaşma qatılmadan təqdim olunmalıdır. Fərdi yanaşma gərək qatılmasın bu məsələlərə. Belə bir metod cəmiyyəti ruhlandırır və dirçəldir. Kim deyir ki, zülmlə mübarizə aparan yalnız İmam Hüseyn əleyhissalam olub və apardığı bu mübarizə yolunda yalnız elə İmam Hüseyn əleyhissalam şəhid olub? Kim deyir bunu? Əgər belədirsə, bəs Əhl-i Beytdən olan digər məsumlar mübarizə aparmayıblar? Haşa lillah, Əhl-i Beytdən olan digər məsumlar zülmlə barışıblar, zalimlərin zülmünə göz yumublar. Bəs belədirsə, biz niyə deyirik ki, Əhl-i Beytin bütün üzvləri ayrı-ayrılıqda bu fani dünyadan şəhadətlə köçüblər? Və niyə deyirik? Bəs əgər şəhid ediliblərsə, haqq yolunda apardıqları mübarizəyə görə şəhid olublar. Sadəcə bir həqiqət var. Bunu demək lazımdır ki, Əhl-i Beyt məsumlarının hər birinin özünün öz dövrlərində olan zalim və tüğyankarlara qarşı müxtəlif mübarizə metodları olub. Bax, bunu demək lazımdır. İmam Hadi əleyhissalam Əbbasi rejiminin 6 xəlifəsinin dövrlərində yaşayıb. Bu xəlifələrdən biri Mütəvəkkil 14 il imama olmayan zülm edib. İmam əleyhissalam bu zülmlərin qarşısında İmam Hadi əleyhissalam göz yummayıb, sakit qalmayıb. Axır nəfəsinə qədər mübarizə aparıb. İmam Hadi əleyhissalamı daim əzab vermək üçün zaman-zaman Mütəvəkkil əmr verirdi ki, evinə hücum olunsun, baskı olunsun. Bu bəhanə ilə ki, evindən bir silah və ya hökumətə qarşı fəaliyyətini göstərən hər hansı bir sənəd sübut tapılsın. Amma İmam Hadinin həyatında gecələr
evinə olan baskılarda, hücumlarda Həzrətin evindən, elmi kitablardan və dualardan başqa bir şey tapılmırdı. Allah höccətinin evinə gecələr o gözlənilməz qaranlıq gecələrdə olan devlət məmurlarının baskısı bugün bizə nəyisə xatırladır. Mən bu hadisəni oxuyanda yadıma günümüzdə olan İmam Hadi məktəbinin şagirdlərinin və davamçılarının evlərinə müasir mütəvəkkilin, polis və digər məmurların baskıları düşdü. Necə də tarixdə səhnələr təkrar olunur. Amma unutmayaq ki, hər bir uzun qaranlıq gecənin işıqlı bir sabahı vardı. Bəzən mütəvəkkil əmr verirdi ki, imamın evinə gecələr gözlənilməz halda baskın zamanı imam hansı halda evdə olsaydı, elə o halətdə də imamı mütəvəkkilin sarayına gətirirdilər. Və dəfələrlə imamın mənəvi aləminə zərbə vurmaq üçün fasid mütəvəkkil öz çirkin, hiləgər, xoşagəlməz rəftarları ilə imamı istəyirdi öz ətrafında, öz sarayında olan yaltaqlar, xadimlərin arasında imamı xar eləsin, imamı rüsva eləsin. Yazırlar ki, bir dəfə imamı belə bir baskı zamanında məcbur olaraq mütəvəkkilin sarayına gətirirlər və o gecə o sarayda böyük bir fisk, fəsad məclisi qurulmuşdu. Şərab badələri, şərab zərfləri, rəqqasələr dolu, musiqiçilər dolu olan bir zalda imamı mütəvəkkil saraya gətizdirir. İndi siz burada imamın mübarizə metoduna diqqət eləyin. Belə bir şəraitdə mütəvəkkil, bir dənə zalim, bir dənə tüğyan əhli, sərxoş, huşi ağlı başında olmayan bir şəraitdə, zahirdə hökumət, qüdrət əlində, imamı belə bir məclisə dəvət eləməklə, əgər imam burada hər bir söz danışsa, imam üçün burada bir təhlükə mövcuddur ya yox? Təbii ki, mövcuddur. Amma imam mövcud olan təhlükəyə baxmayaraq, mütəvəkkili o məclisdə qəzəblə tənqid edir. Amma hidayət imamı olduğu üçün də onu həm tövbəyə çağırır və axirəti də onun yadına salır. Eyni zamanda onun günahını və fəsadını açıq-aşkar ifşa edir. Təbii ki, mütəvəkkil və mütəvəkkillərin bu şəraitdə öz ətraflarında olan saray əhli, saray məmurları, saray yaltaqlarının yanında öz qürurunu sındırmamaq üçün və daha da özünün qorxusunu o ətraf mühitdə çoxaltmaq üçün neyniyir? Göstəriş verir ki, dərhal İmam Hadini həbs eləsinlər. İmam Hadini cəzaevinə göndərsinlər. Amma imam bu şəraitdə öz ilahi elmi ilə, öz nuru ilə bu kəlməni deyir. Ənə əkrəmu aləllahi min naqətin salih. Mən Allah yanında salihin naqəsindən, dəvəsindən daha şərəfliyəm, daha kəramətliyəm. Və ardınca Qur'an-ı Kərimdən bu ayəni oxuyur. Təməttəu fi darikum
ثلاثة أيام ذلك وعد غير مكذوب. Evlərinizdə 3 gün ləzzət aparın. Həzrəti Salih öz qövmünə dedi. Axırıncı sözün. Dedi, evlərinizdə 3 gün ləzzət aparın. Bizim dildəcə keyf eləyin. Möhtərzədə Allahın əzabı gələcək. Və buyurur ki, ذَلِكَ وَعَدٌ غَيْرُ مَكْذُوب. Bu yalan olmayan bir vəd idi. O 3 gün keçmir, 3-cü gün elə bu imamı həbsxana demək, həbsxanaya göndərən mütəvəkkil öz oğlunun əli ilə, Muntəsirin əli ilə qətlə yetirilir və cəhənnəmə vasil olur. Odur ki, əgərləri hər bir Əhl-i Beyt məktəbini yaşayan imanlı bir kəs Allahın haqqı olan yerdə mübarizə metodunu yerə qoymayacaq. Sözünü deyəcək. Bizim tarixdə qızıldan qiymətli sözlərimiz həkk olunub. Zaman keçəcək, gələcək nəsillər, mömin insanlar bu sözləri təkrar eləyəcəklər ki, bizim devrimizin azadlıq sevən, mübariz ruhanilərindən olan qardaşlarımızdan biri dedi ki, bu yolda məğlubiyyət yoxdur. Bu yolda ancaq qələbə var. Niyə? Haqq yolunda insan əgərləri tutulsa da, həbs olunsa da qalibdir. Hicrətdə olsa da qalibdir. Şəhid olsa da qalibdir. Zahiri, fiziki cəhətdən qalsa da qalibdir. Bu yolda məğlubiyyət yoxdur. Odur ki, biz Əhl-i Beyt əleyhissalamın məktəbindən dua oxumağı, namaz qılmağı, şəriətin hökmlərini öyrənməklə yanaşı, Allaha düzgün ibadət etmək qaydalarını öyrənməklə yanaşı, Əhl-i Beytin müxtəlif mübarizə metodlarını da gərək öyrənək ki, sabahları sınaq meydanında, imtahan meydanında üzümüz Allahın huzurunda qara olmasın. Bu Rəcəb ayının şəhidi olan İmam Hadi əleyhissalamın hörmətinə Allahı and verək. And verək öz böyüklüyünə Allahı və Peyğəmbər və Ali Peyğəmbərin hörmətinə and verək ki, Allah təbarək Teala ümməti, Əhl-i Beyt sevənləri zülmə göz yumanlardan qərar verməsin. Allah'a emanet olasın.